xəzinədir. Onun dəyərini hər kəs anlaya bilməz. Amma təhsildən yararlanmaqla insan elmin sirlərindən bəhrələnə bilər. Gördüyünüz təhsil ocağı Bərdə şəhərində yerləşən Zərifə Əliyeva adına Texniki Fənlər Təmayüllü Məktəb liseyidir. Böyük binası, geniş həyatyanı sahəsi ilə diqqəti cəlb edən bu təhsil ocağını bizə məktəbin direktoru Vidadi müəllim təqdim etdi. Məktəbimiz 2004-cü ildə Cənab Prezidentimizin göstərişi əsasında tikilmişdir və 2004-cü il sentyabrın 15-də Cənab Prezident məktəbin açılışında iştirak eləmişdir. Və o dövrdən indiyənə qədər bu keçən illərdə məktəbimiz günü-gündən deməli özünün inkişaf yolunu tutmuşdur. Məktəbimiz müasir binada yerləşir, texniki avadanlıqlarla təmin olunmuşdur. Düzdür, şagirdlərimiz başqa məktəb kontingentindən düzəldilsə də, öz işimizi ustalıqla qurmaq səviyyəsində məktəbin nailiyyətlərini ilbəil artırmış. Bunun nəticəsidir ki, hal-hazırda məktəbimizdə 1500-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 124 ali təhsilli müəllim məşğul olur. Bütün fən müəllimləri təmin olunmuşlar, yəni fən tədris saatları ilə. Bu məktəb bir çox müsabiqələrdə uğurlar əldə etməsi ilə yanaşı, ali təhsilli müəllimləri və istedadlı şagirdləri ilə şəhərin bir çox məktəblərindən fərqlənir. Müəllimlərimizdən 2 nəfəri Rızaqulu müəllim Şərifov və Püstə müəllimə Mehdiyeva əməkdar müəllim adına layiq görülmüşdür. 2 müəllimimiz tərəqqi medalına layiq görülmüşdülər. 7 dəfə ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi olan müəllimlərimiz var və 2 dəfə məktəbimiz ilin ən yaxşı məktəbi müsabiqəsinin qalibi olmuşdur. Bizim xeyli deyərəm, istedadlı şagirdlərimiz var. Bunun nəticəsidir ki, rayonun istənilən bayram tədbirinin aparıcısı bizim məktəbin məzunları olur. Bahar qız bizim məktəb olur, qar qız bizim məktəbin qız uşaqları olurlar və inandırıram ki, bizim bir ya tiyatr olsun, ya bir konsert olsun, aparmağa gücümüz çatan şagird heyətimiz var. Hər kəs vətənini, torpağını sevməlidir. Bu məktəbin şagirdləri də milli qəhrəmanlarımızı, şəhidlərimizi daim yad edərək onları heç vaxt unutmur. Hərbi vətənpərvərlik həmişə bizim diqqətimizdədir. Birinci hərbi rəhbərimiz Qarabağ döyüşlərinin iştirakçısı olmuş mayor Şamil Abdullayevdir. Şamil Abdullayevin dərsi həmişə yüksək səviyyədə olur və hərbi hissələrlə biz daim əlaqədə oluruq. Bütün bayramlarda bizim görüntülü şəkillərimiz də var. Hərbi hissələrdə əskərlərin yanında oluruq və şücaət göstərmiş əskərlərin hamısını məktəbimizə dəvət edirik. Məktəbimizdə ən böyük sevincimiz onda oldu ki, biz düşmənin vertolyotunu vuran əskəri
biz məktəbimizə dəvət elədik, şagirdlərlə görüşünü keçdik və orada yadda qalan bir xatirəmiz oldu ki, şagirdlər adətən oğlan uşaqları maraqlanırlar qəhrəmana suallar verməyə. Kimin sualı var deyəndə bizim 5-ci sinifdə oxuyan bir qızımız əlini qaldırdı. Dedi ki, sənin nə sualın var? Dedi ki, icazə verin gəlim onun üzündən öpüm. Heç bir sual demədi. Bu həmin saldatın da gözünü yaşartdı. Hədsiz dərəcədə də sevincə belə nail olduq. Hamımız sevindik ki, gör 5-ci sinifdə oxuyan oğlanlar ana dursun. Qızın nə qədər ürəyi